Azərbaycan Təhsil və Mədəniyyət, yəni Eğitim və Kültür Dərnəyinə xoş gəlmisiniz. Dərnəyimizin nəzdindəki Mübariz İbrahimoğlu'na məktəbdəyik. Sizi salamlayıram, bütün tamaşaçıları da salamlayıram. İstanbulda 3 belə bir nəsil var. Məktəbsiz böyüyən 30 yaşına qədər nəsil var ki, məktəbsizdir. Və 2016-cı ildən başlayaraq biz müxtəlif Türkiyənin dövlət orqanlarında görüşlər keçirdik. Xüsusilə bu görüşlər təşəbbüskarı İxtiyar Abdolov idi. Çünki o dərshanədə işlədiyinə görə bu problemdən xəbərdar idi və onun ətrafında 30-dan artıq uşaq vardı ki, onlara oxumaq, yazmaq öyrədirdi. Lakin heç bir rəsmi hüququ olmayan bir təhsil idi və İxtiyar müəllimlə çox məsləhətləşmələr apardıq. Türkiyənin il milli eğitim müdürlüklərinə getdik. Türkiyədə müxtəlif dərnəklərlə, vakıflarla görüşdük. Amma nəticə bu idi. Yəni burada Türkiyə dövləti böyük bir şey edə bilməz. Çünki Azərbaycanlar burada milli azlıq deyirlər. Azərbaycanlar burada mühacir də deyirlər. Ona görə də Azərbaycan dövləti bu məsələyə əl qoyması lazım idi və mən 2016-dan başlayaraq Azərbaycan dövlət orqanlarına məktublar yazdım. Bir çox şəxsləri bu barədə məlumatlandırdım. Hətta Təhsil Nazirliyi mənə gələn cavabda biz sizə məktəb tikmək üçün kömək edə bilmərik deyə bir cavab da verilmişdi. O sənəd ilində məndə qalır. Lakin mövzu o qədər dərin, problem o qədər geniş idi ki, bu mövzundan qaçmaq olmazdı. Yəni bunu laqeydcəsinə izləyə bilməzdim. Çünki mən yazışıyam, elmlər namizədiyəm. Bir qələm insanı kimi oxumaq, yazmaq bilməyən bir nəslin yetişməsinin Azərbaycanın və Türkiyənin gələcəyi üçün çox ciddi problem olduğunu görürdüm. İxtiyar müəllim mənə müraciət elədi. Və bundan başqa bir nəfər xanım da müraciət elədi ki, mən bir dərnək açmaq istəyirəm, bir məktəb açmaq istəyirəm. Əlimdən gələn hər kömək elədim. Sonra onları bir-biri ilə görüşdürdüm. Sonra vəziyyət elə alındı ki, qüvvələr biraz bölündü, parçalandı. Səbəbləri açıqlamaq istəmirəm, onu özləri daha yaxşı bilirlər. Və İxtiyar müəllim bu da mənə müraciət elədi ki, mənim yanıma gələn uşaqlar üçün bir şərait yaratmaq lazımdır. Nə edək? Mən də dedim, dərnək olaraq biz nə əlimizdən gələn, nə kim kömək varsa edərik və beləliklə Mübariz İbrahimoğlu'na Azərbaycan məktəbi belə yarandı. Bugün Azərbaycandan gələn uşaqlara Türkiyədə bir dərnək vasitəsilə məktəb bərpa olması və Azərbaycandan gələn uşaqlar Azərbaycan dərsliyi ilə Türkiyədə dərs oxumalarına, o da bir qısıtlı məktəblərdə, imkansız məktəblərdə məndə bir zehniyyət yaratdı. Əcəba Azərbaycandan gələn uşaqlar Türkiyəyə Azərbaycan tərəfindən qurulmalı bir məktəbdə məktəbə getməlidirlər. Türkiyə məktəbinə qarşı və Türkiyə eğitimi ilə bəslənməlidirlər. Azərbaycanın və Türkiyənin bir-birinə yaxınlaşması, gələcək qurması, məktəb və eğitim sistemini bir-birinə yaxınlaşması və bu sahədə uşaqlar arası bir körpü qurmanı o əsas işlərdən bilirəm. Və bu körpü vasitəsilə Azərbaycan toplumu ilə Türkiyə toplumunun arasında bir yaxın əlaqə və ilişkinin qurmasını çox önəmli və çox olumlu bilirəm. Bu ilişki və əlaqə önəmli olaraq uşaqlar arası, məktəblər arası və universitetlər arası qurulmalıdır. Yəni hər bir uşaq ki Azərbaycandan Türkiyəyə gəlir və ya Türkiyədən Azərbaycana gəlir, rahatlıqca eğitim sisteminə, universitetə, məktəbə girməsi, çalışması həm Türkiyədən Azərbaycana və həm Azərbaycan Türkiyə şərait yaratması üçün çox önəm daşıyan faktorlardan biridir. Bu əlaqədə düşünürəm ki, həm Azərbaycanda və həm Türkiyədə bir dərsliyin, yəni bir kitabın, bir dərsin yeri boşdur. O da bir kitab və ya iki kitab ki, necə oxuyub yazmasını, alfabesin, qavramları, sözləri, xüsusilə o fərqli sözlər və fərqli anlamları ki, Türkiyə və Azərbaycanda bir-birindən fərqlərin, o kitablarda onları həm Azərbaycanda və həm Türkiyədə öyrətməyi lazımdır. Bu kitablar yazılsın deyə və bu dərsliklər Türkiyədə və Azərbaycanda geçsin deyə Azərbaycan və Türkiyənin eğitim və öyrətim baxanları belə bir kitabın və ya belə bir dərsliyinin yazmasını və bu vasitə ilə Azərbaycanla Türkiyənin öyrənciləri arasında bir ilişki əlaqə qurması həm məktəb səviyyəsində və həm universitet səviyyəsində önəmlərin biridir. Və o dərslik vasitəsilə fərqliliklərin başa düşürlər və fərqliliklərini öyrənməklə
bu əlaqə məktəblər arası və universitetlər arası qurulur və Türkiyədən Azərbaycana gələn və ya Azərbaycandan Türkiyəyə gedib universitetdə dərs oxumağa belə çox olumlu bir şərait yaradır. Əcəba indiyə qədər Türkiyə və Azərbaycanın eğitim və öyrətim baxanları bir-biri ilə bu əlaqədə ilişkiyə giriblərmi? Belə bir dərsliyin meydana gəlməsi və bu vasitə ilə Türkiyə və Azərbaycan əlaqələrində dil köprüsü qurulursa, bu köprü istər-istəməz İranda yaşayan türklər və uşaqlara da olumlu təsir edib və gələcək üçün bu üç toplumun bir-birinə yaxınlaşmasına ciddicə qatqı verir. O günü gözləyək ki, adın çəkdiyimiz dərsliyin formalaşması Türkiyə və Azərbaycanın öyrətim və eğitim məsulları və baxanlarının gündəminə çevrilsin. Çox sağ olun.